Salam aleykum. Təsərrüfat sahibləri və heyvan həvəskarları. İstədiyim belə bir məlumatı sizinlə paylaşım. İnşallah sizin üçün çox vacib bir məlumatdır. Deməli, nədir bu? Gördüyünüz kimi Levomestin vet. Bu nədir? Deməli, insan aptekində satılan deyil ha, yəni qətiyyən ondan səhv salmayın. Bu baytarlıq aptekində satılır. Və insan üçün olandan da iridir bu tabletkalar. 10 dənə olur bir listə. Bu nədə istifadə olunur? Quşlarda, koksidiozda və qampanosda ampuruliumdan və yaxud da baykoksdan istifadə edirik bildiyiniz kimi. Bunun qarşısını almaq üçün bu Levomestindən istifadə etmək çox gözəl effekt verir. Həm daha tez təsirini göstərir, həm də çox gözəl effekt verir. Deməli, istifadə qaydası necədir? Əgər üstündə yazılıbsa, deməli 500'lük qatılır 2 dənəsi 1 litrə. Fikir versiniz burada. Bax, yaxınlaşdıracağım, görə bilərsiniz. Deməli, bax, burada. Yəni, yaxınlaşdıranda çoxur da yazılıb görsənmir. Amma belə izah edirəm, biləsiniz də. Üstündə 500'lük yazılan 2 tabletka 1 litr suya qatılır. Və 5 gün verilir. Səhərdən axşama qədər içilir. Əgər 250 millilik yazılıbsa 4 tabletka 1 litr suya qatılır. Bununla həm koksidozun, həm qampanosun tez bir vaxtda qabağını almaq olur. Çox gözəl nəticəsi olur. Bundan da əlavə yüngül formada qarın pozuntusu, mədə bağırsaq pozuntusu, yüngülvari qarın ağrı, soyuq dəyməni aradan qaldırır. Yəni, dediyim kimi çox gözəl effekt verir. İnşallah ki, istifadə eləməyiniz məsləhətdir. Baytarlıq apteklərində satılır, yenə də deyirəm, yəni insan apteklərində yox. İnsan aptekində satılandan da istifadə eləmək olur. Sadəcə olaraq bundan istifadə eləməniz daha yaxşıdır. Belə, hamıya uğurlar, sağ olun.